Salam balaca dostum, gəl birlikdə ingiliscə öyrənək. Hazırsan? Başladıq. Görəsən, sənin məktəb çantanda nə var? Gəl birlikdə baxaq. Bax, ingiliscə deyirik look. Sən də look. Look, bu nədir? Bu bir dəftərdir. İngiliscə notebook. Gəl birlikdə deyək. Notebook. Bəli, bu dəftər deməkdir. Afərin sənə. Yaxşı, bəs dəftərə nə ilə yazırıq? Qələmlə. İngiliscə isə bu pen deməkdir. Çox asandır, hə? Gəl təkrar edək. Pen, yəni qələm. Super. İndi isə gəlir sehirli bir söz. Görəsən bu hansı sözdür? Bu söz maydır. May kimi deyilir və mənim deməkdir. İndi isə ən əyləncəli hissə. Sözləri birləşdirib cümlə düzəldirik. Bax, cümlə qurmaq çox asandır. Əvvəlcə this is, sonra my deyirik. This is my pencil. Birlikdə deyək, aferin, sən ilk cümləni qurdun. Əla alındı. Gəl indi başqa bir sözlə də yoxlayaq. Hazırsan? This is my notebook. Yəni, bu mənim dəftərimdir. Sən bir möcüzəsən. Gəl indi öyrəndiyimiz hər şeyi bir də təkrarlayaq, yadda saxlamaq üçün. Bugün nə öyrəndik? Gəl birlikdə sayaq. Məndən sonra təkrar et. İndi isə növbə səndədir. Ətrafına bax və hər şeyə this is my-dır. Başla.